Sezon açıldı ya, isti, sərin baseyni. Dəyərli izləyicilərim, hardayıq? Mərdəkanda Ağ evin arxasında 7 sot, paket kupsa. Şəxsi tikili 240 kvadrat, neçə otaq? 5 otaq, 5. Gəl heyətimizin təqdimatından başlayaq, dəyərli izləyicilərim. Bax, burada gördüyünüz qaraj hissəmiz, bura məxsusdur, ancaq bura. Gələcəkdə solda yaşıl zonamız, yayğış mətbəxi, filtrli hovuzumuz, onu deyib, terası da bir dənə göstər izləyicilərimiz olsun. Bax, ikinci mərtəbə yuxarı terası da var. Orada şəlalədir, sadəcə olaraq işlətməmişik. Bir də onu deyim sizlərə, həqiqətən şəxsi tikilidir, 7 sotda. Qiymət tikibisi nədir? 650 mindir deyil, 600 mindir deyil, həqiqətən. Belə villalar, bu da bazar qiyməti 600-640 min civarında çıxır. Heç 600 mindir deyil, heç 550 mindir deyil. Sonra kimi izləyim, bir dənə super qiymət gəlir, tam əşyalı şəxsi tikilir. Orada çəkdim, bax orada hamam otağımız, bax gördüyünüz bütün mebellər qalır. Bütün mebellər. Nə var evin içində? Hamısı qalır. Bir iki dənə şəxsi əşyalar, 97%, 96% əşya, bütün hamısı evin içində qalır. Buranı göstər izləyicilərimiz görsün. Manqalnimiz, o da pələkan yuxarı terasa. Axşam bir sərinlik yaranır burada. Yeri çox idealdır. Ana yoldan 500 metr məsafə. Buyur, keç səri, izləyicilərimizi sərdən tanış edək. Bax, gələcəkdə geniş dəhlizimiz, tamam hündürlüyünə bir dənə baxaq. Sağ-sol güzgü, belə super də ideal. Burada qonaq otağımız, maşallah olsun. Kim alsa, bu televizor üstüne hediye versin. Gözüm düşür bu televizora. Bax, bütün gördüğünüz əşyaların 97-96% qalır ev içində, şəxsi tikildi. Yerdə nədir? Hər otaqda kondisioner var, onu da vurğulum sizlərə. Yerdə istipol. Elin 4 fəsli yaşamaq üçün çox əlverişli. Bir də mətbəxin genişliyinə bax, maşallah. Bax, buradan verandaya çıxışımız, mətbəxdən. Bu bir uşaqlar üçün yataq otağı. Bu bir yataq otağımız. Bir də onu vurğulayım ki, evin içində 4 dənə hamam otağı var. 4 dənə. Onu bəyan itirmişdim, indi axtarını tapdım. Bəyan müşabilik 4 dənə, mən spor edərəm yol 3 dənədir. Bu ikinci